Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mənim sizə izah eləmək istədiyim mövzulardan biri söz birləşməsi mövzusudur. Biz söz birləşməsi mövzusunu bilmək üçün öncə söz və cümlə anlayışlarını bilməliyik ki, onları söz birləşməsindən fərqləndirməyi bacaraq. Uşaqlar, söz sadəcə bir vahiddir. Bir sözdən ibarət olur. Məsələn, nümunədə yazdığım kimi: dəniz, kənar, məktəb, direktor. Söz birləşməsi düzəltmək üçün mən sözlərdən istifadə etməliyəm. Sözləri həm məna, həm də qrammatik cəhətdən bir-birinə birləşdirməliyəm. Yəni bir-biri ilə əlaqələndirməliyəm. Nə deməkdir məna cəhətdən birləşdirmə? Məsələn, mən dəmir və işıq sözlərini birləşdirsəm, dəmir işıq və yaxud da dəmirin işığı, bu birləşmədən heç bir məna başa düşə bilmirik. Ona görə də məna cəhətdən bu sözlərdən biz söz birləşməsi yarada bilmərik. Amma dəniz və kənar sözlərindən biz söz birləşməsi yarada bilərik məna cəhətdən. Dənizin kənarı. Biz bu tip birləşmənin mənasını başa düşürük ki, dəniz kənarından söhbət gedir. Bu məna cəhətdən olan birləşmədir. Bəs qrammatik cəhətdən sözlərin birləşməsi nə deməkdir? Dəniz və kənar sözləri sadəcə bir sözdür. Mən bunlardan müəyyən bir vahid məna, bir məna əldə eləməyim üçün gərək mən bu sözlərə şəkilçi artıram. Dəniz sözünə in şəkilçisi, kənar sözünə ı şəkilçisini artırıram. Dənizin kənarı. Bax uşaqlar, bu qrammatik cəhətdən məna əlaqələndirməsi, məna birləşməsidir. Söz birləşməsini biz qrammatik cəhətdən yaratmış oluruq. Deməli, söz birləşməsinin tərifini necə dedik? Sözlərin həm məna, həm də qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Uşaqlar, cümlə isə daha geniş bir anlayışdır. Cümlə artıq bitmiş bir fikri ifadə edir. Söz birləşməsi hər hansısa bir mənanı, donmuş bir ifadəni bildirsə də, cümlə artıq daha geniş mənaya malikdir və biz cümlə vasitəsilə fikrimizi daha hərtərəfli ifadə edə bilirik. Dəniz kənarı sadəcə söz birləşməsidir. Dənizin kənarı mənzərəlidir. Artıq biz burada mənzərəlidir sözünü də əlavə edirik və dir şəkilçisi, yəni şəxs sonluğundan istifadə edərək sona nöqtə qoyaraq fikrimizi bitirdiyimizi müəyyən etmiş oluruq. Cümlə daha geniş bir anlayışdır və bitmiş bir fikri ifadə edir. Dəniz kənarı sadəcə bir anlayışdır, bitmiş bir fikir ifadə eləmir. Amma dənizin kənarı mənzərəlidir. Artıq mən burada müəyyən bir fikir çatdırmaq istəyirəm qarşı tərəfə. Bu zaman mən cümlədən istifadə edirəm və bitmiş fikri ifadə edirəm. Cümlənin sonuna həmişə nöqtə qoyulur və cümlənin ilk sözü həmişə böyük hərflə yazılır. İkinci nümunəyə də fikir verək. Məktəb və direktor sadəcə bir sözdür. Mən bu sözləri məna cəhətdən birləşdirəndə məktəbin direktoru, mən başa düşürəm ki, məktəbin rəhbərindən, direktorundan söhbət gedir. Deməli, sözlər məna cəhətdən uyğunlaşır. Qrammatik cəhətdən uyğunlaşma da nə deməkdir? Məktəb sözünə in şəkilçisini artırıram, direktor sözünə u şəkilçisi artırıram və mən bir məna başa düşürəm bu birləşmədən. Məktəbin direktoru. Söz birləşməsini həm qrammatik, həm də məna cəhətdən əlaqələndirdik, sözləri əlaqələndirib söz birləşməsi yaratdıq. O, məktəbin direktorudur. Artıq mən burada cümlə yaratdım və bitmiş bir fikri, müəyyən bir fikri ifadə elədim. Və cümlənin sonuna həmişə nöqtə qoyuruq. Başqa cür də ifadə edə bilərik. Cümlənin sonuna sual işarəsi də qoya bilərik, nida da qoya bilərik. Biz cümləni hansı intonasiya ilə, hansı tərzdə deməyimizdən asılıdır cümlənin sonuna qoyacağımız durğu işarəsi. Amma söz birləşməsində heç bir durğu işarəsindən gördüyünüz kimi istifadə eləmirik. Nə vergüldən, bu sözlərin arasında qoyduğum kimi, nə də sonunda nöqtədən istifadə eləmirik. Gəldim söz birləşməsinin tərəfləri mövzusuna. Uşaqlar, gördüyümüz kimi söz birləşməsi ən azı iki sözün iştirakı ilə yaranan bir birləşmədir və daha artıq da ola bilər söz birləşməsinin tərəfləri. Məsələn, dənizin mənzərəli kənarı,
Məktəbin görkəmli direktoru, məsələn, 3 sözdən ibarət söz birləşməsi də yarada bilərəm. Söz birləşməsinin iki tərəf var. İki tərəfi olur. Əsas tərəf və asılı tərəf. Birinci tərəf həmişə asılı tərəf olur. İkinci tərəf isə həmişə əsas tərəf olur. Nümunəyə baxın. Şəhərin mənzərəsi. İki sözdən ibarət söz birləşməsidir. Mən həmişə birinci sözə deyirəm birinci tərəf, ikinci sözə deyirəm ikinci tərəf. Hər zaman birinci tərəf asılı tərəf olur, ikinci tərəf isə əsas tərəf olur. Həmişə birinci tərəf ikinci tərəfə tabe olur. Yəni birinci tərəf ikinci tərəfdən asılı olur. Nə deməkdir bu? Şəhərin mənzərəsi. Bu tip söz birləşməsində mən şəhərdən söhbət etmirəm. Mənim demək istədiyim mənzərədir, onun mənzərəsidir. Ona görə də mənzərəsi sözünü mən əsas tərəf kimi, əsas məna kimi ifadə edirəm. Şəhərin də mənzərəsi ola bilər, bağın da mənzərəsi ola bilər, dənizin də mənzərəsi ola bilər və s. Əsas mənim ifadə eləmək istədiyim məna mənzərədir. Yaxşı, bu qədər. Söz birləşməsinin tərəfləri də iki cür olur. Əsas tərəf və asılı tərəf.